Son zamanlar əl işləri ilə olduqca diqqət çəkən rəssam Tural Səlimzadədən xəbərimiz var. Onun əsərlərində biz Azərbaycanın igid oğullarını, şəhidlərimizi görürük. Çox maraqlı detallar var. Odur ki, birlikdə izləyək. Bu fırça və boyalar adi rəssam alətləri deyil. Bu rənglərdə bir millətin yaddaşı, bir xalqın qüruru var. Bu portretlərdə isə ölməzlik. İlk olaraq Polad Həşimovun rəsmini çəkməyə çalışdım. Özündə alınırmı, alınmırmı deyə bir yoxlamaq istədim. Baxdım, öhdəsindən gəldim. Bu öhdəsindən gəlməkdə o rəsmə daha bir bağlılıq, daha yaxın, daha istən yanaşmağım oldu ki, məhz şəhid şəkli olduğuna görə öhdəsindən gəldim. O rəssamdır, amma onun çəkdiyi hər tablo sadəcə bir şəkil deyil, bir əmanət, bir dua və bir tarixdir. Digər rəsmlərə baxanda şəhid rəsmləri daha məsuliyyətli olur. Çünki bu rəsmlərə bir adi bir rəsm kimi yanaşmaq mümkün deyil. O rəsmdə bir ana harayını, bir bacı göz yaşlarını, şəhidin öz keçdiyi yolları görə bilmək olur. Çox eşitdiyim söz necə də canlı alınıb sözüdür. Yəni bir ana öz övladının rəsmini görərkən, yəni o ancaq hissləri özü yaşaya bilir, özü görür. Rəsm bir təsəllidir bir valideyn üçün. %150-yə yaxın şəhid rəsmi çəkmişəm və bu işin ağırlığı, bu işin üstünlüyü odur ki, mən evimdə oturub çəkmirəm. Hansı sifariş gəlirsə, mən gedirəm həmin rayondur, şəhərdir, fərqi yoxdur. Respublikamızın hansı tərəfindən sifariş gəlirsə, gedib orada evində çəkirəm. 2 gündür Yalçının şəkillərini çəkib. Axşam da gəldim, baxdım, çox sevindim. Allah onu həmişə sevindirsin. Çox ürəyimcan oldu. Naxçıvanda işləyirdi, Yalçın kəşfiyyatçı idi. Qırmızı papağı ən yaxşı şəkillərin içində, xoşum gələn şəkildə orada təbəssümlü görəcək. O da çəkdi Tural balam. Buradan həmkarlarıma səslənirəm ki, ən azı bir 10 dənə digər janrda rəsm çəksəniz də, bir dənə bir şəhid ailəsini sevindirin bu şəkillərlə. Qoy onların da könülləri şad olsun. Həqiqətən də şəhidlər unudulanda ölürlər. Bu tablolar qəlblərdə yaşayır, ailələrə təsəlli olur, gənc nəsillərə bir vətən dərsi verir. Çünki o yalnız şəkil çəkmir, o yaddaş salnaməsi yazır. Qələmlə yox, fırça ilə. Və portretlərdə isə bir cümlə əbədləşir. Vətən sağ olsun. Sil göz yaşını, ağlama heç vaxt. Şəhidlər zirvədən ucadır ana. Toyum üçün aldığım o tərxinalı. Qoy ağ saçlarına elə gəl ana.